Bax, görürsünüz, bax bunu deyirdim. Bax, bunu əsər oynayırdı. Bax, biz bütün Azərbaycan belə kimi üzdən İraqların əlində qalıb. Belə kimi iş verən üzdən İraqların əlində qalıb. Narkoman sənin nəslündür. Eşitdin, hə məni? Üzdən İraq. Əgər bunları deyirsənsə, bax, mən bir 5 gün bundan qabaq. Ala, bax, burada da bax. Görürsünüzsə, bax. 5 gün bundan qabaq. 2 sabunçu dövlət xəstəxanasından çıxmışam. Əgər bunları deyirsənsə, sən mənə narkoman deyirsən, nəsin sənin narkoman? Narkoman olub, yaxşı oğlanlar olub. Yəni, sənin kimi gedib dalını verib, cabata uğraşlıq eləyən sənin kimi uğraşlar var burada. Sənin gör başımı oynasmasan, mənə də səyidə deməsinlər. Sən onun axırına qədər getməyənində, bax sənə söz deyirəm, get onun axırına qədər. Ya sənə verən Allah, ya mənə verən Allah. Azərbaycanı bax belə bədbaxt eləyib, bax bunun kimi üzdən İraq uğraşlar, sənin kimilərinə görə bax insanlar bugünə düşüb. Bax bunun kimi erməni siyasətdir. Sənin dalında duranının da kim durubsa ya. Bax bunun kimi erməni siyasətli adamları. Bu show biznesdən uzaq eləmək lazımdır. Sən bax bu show biznesə qanqaraçılıq salan, söz söhbət salan, uğraşlıq eləyən, mənim üstümə şər atırsan sən, ay iş verən, hə? Mənə şər atırsan, hə? Gəl axırına qədər, getməyənində. Bildin nə var? Üzdən İraq. Üzdən İraq. Öl, üzdən İraq. Salam əleykum. Görürsünüz də. Görürsünüz, bax biz bugün Azərbaycan olaraq, bugün biz kimlərin, hansı kimi məxluqların tutqasında oynayırıq. Bu birinci il deyil, əzizlərim. Bu neçə ildir Tolik kimi, Tolik adlı bir məxluq girib Azərbaycan cəmiyyətinə, girib Azərbaycan show biznesinə, onu buna qatır, bunu ona qatır. Bütün show biznesi hədəliyir, qorxudur. Hamı bir söz deyə bilmir qorxusundan. Hamı ondan çəkinir. Çəkinəcək yeri var. Amma bax mən səydə. Mənim səndən heç bir çəkinəcəyim yerim yoxdur. Bu bir. İkincisi, mən səydə, mən show biznes zat deyiləm, ömrü boyda olmamışam. Çünki mən sizin kimi yalaq sifətli, iki üzdü, sizin kimi adamlar olmamışam. Mən başa düşə bilmirəm. Bu polis sizin üçün show biznesdir, show oyunlarıdır, hər dəqiqə bir şey olan kimi polisi siz söhbətə soxursunuz. Bu bir. İkincisi, Azərbaycanın, ölkənin əsas güclü strukturu var. Bandatlərlə mənə qorxudursan, hə? Bandatlərlə mənə hədəliyirsən. Bandatlər yəni belə zəifdir ki, sənin kimi üzdən İraqlara görə, sənin kimi üzdən İraqların sözü ilə oturub dursun, hə? Sən bilirsən ki, bandatlərdə elə canavar kişilər var ki, sənin üstündən keçərlər, hə? Sən bu nə danışıq da? Hər dəqiqə bir insanları polislə hədəliyirsən, hər dəqiqə bir insanları polisi eləmirsən, show biznes oyunlarına soxmusan. Bu ölkə sənin üçün nədir? Yəni bu boyda ölkə bunun kimi üzdən İraqın öhdəsindən gələ bilmədi, hə? Sən kimsən ki? Səni kim öyrədib salıb bu Azərbaycan cəmiyyətinin üzünə? Sonra gəlir, mən sənin 2 ay işləmişim. Və 2 ayın içində mən ola bilər sərbəst qızam, giyinmişəm də, keçinmişəm də. Amma mən heç vaxtı kiminsə ailəsinə söz-söhbət salmamışam. Kiminsə sənin əlinlə, sənin kimi insanların, mamarozaların əli ilə hərəkət eləməmişəm. Gördüm, sən normal adam deyilsən. Sənin yaşayış tərzin normal deyil. Mamarozalıq eləyirsən. Cəmaatın girirsən, işverənlik eləyirsən. Bunu sən tək mənə eləmirsən. Sən bilirsən nə qədər adama işverənlik eləyirsən. Girirsən cəmaatın iş müəssisəsinə. Orada insanlara hədəliyirsən, evvə adamı soxub qapını bağlayıb, onu orada hədəliyirsən, şantaj edirsən, polisə verirsən. Sən vəbşi özündən xəbərin var sənin kim olduğunu, hə? Bax, yenə deyirəm sənə, sənin fikrin, o yalaq sənin o show biznesin var, fikrin o show biznesdəki adamlara getməsin. Mən sənin üçün show biznes zat deyiləm. Mən heç vaxt da show biznes olmamışam, olmayacam da. Gənə deyirəm, mən onlar kimi yalaq həyat yaşamamışam. Mən onlar kimi sırtıq həyat yaşamamışam. Sərbəst həyatımı yaşamışam. Rahat həyatımı yaşamışam. Öz bildiyim kimi yaşamışam. Amma heç kəsin haqqına sənin kimi zərər verənlik eləməmişəm. Başa düşdün? Bax, buradan deyirəm, onun efirinə bundan sonra gedən müğənnisi olsun, oxuyanı olsun, kişisi olsun, arvadı olsun. Bax, elə onun kimi üzdən İraqdı kişiləri də, ora qonaq gedən də.
orada çıxış edən qadınları da özü kimi onun əli ilə çıxan qadınlardır. Dikkat edin, o tolikin verilişi o da siz. Bir də ayın 8-i çıxdığım bir məkan var. Mən məclisdir, çağırılmışam, gedirəm. O şapalaqdanla işim yoxdur, onun mənimlə nə işim var? O birisi var, sənin eynən tolikin qız versiyası, sənin kimi o şərəfsiz ova. Bütün Azərbaycan cəmiyyətinin ailə dəyərlərini hörmətdən salan, ailə dəyərlərini izzətdən salan, bax sənin kimi şərəfsiz ova var ha. Mən o şərəfsiz ovana səhnəyə çıxma, bax həmən məkana deyirəm. Ya ayın 8-i o şərəfsiz ova çıxacaq o məkana, ya da mən çıxacam. Seçim sizindir, həmən məkana deyirəm. Yox, o çıxacaqsa, deməli oranın o məkanın giyəsi də elə ailə dəyərlərinə hörmət eləməyəndir. Elə Azərbaycan cəmiyyətinin ailə dəyərlərinə elə hörmət, yenə deyirəm, Azərbaycan cəmiyyətinin ailə dəyərlərinə hörmət eləməyəndir.